Bugün sizə xərçəng xəstəliyi müalicəsindən sonra rahat yaşamaq istəyən hər kəs üçün çox önəmli bir mövzunun davamını danışacağam. Xərçəng müalicəsindən sonra hər kəsin ən böyük qorxusu xəstəliyin təkrarlanmasıdır. Müalicədən sonra müəyyən vaxtlarda həkim müayinəsi, laborator müayinələr, KT, MRT kimi görüntüləmələr çox önəmlidir. Bu, təkrarlanma olarsa vaxtında xəbərdar olmaq üçündür. Bu müayinələri keçən hər bir pasiyentin içində bir həyəcan, qorxu olur əgər xəstəliyim təkrarlanarsa. Və çoxları bu sualın yaratdığı stres altında yaşayır. Xəstələrin ən böyük arzusu budur, xəstəlik təkrarlanmasın. Qorxu ilə yaşamaq yox, xəstəlik təkrarlanmadan onun qarşısını almaq. Bunun üçün bədəni elə bir vəziyyətə gətirməliyik ki, xərçəngin geri qayıtması üçün mühit yaranmasın. Burada integrativ onkologiya çox böyük rol oynayır. Çünki integrativ yanaşma bütüncül yanaşmadır. Yalnız xəstəliyi deyil, insanı bütün olaraq nəzərə alır. İmmun sistemini, hormon tarazlığını, iltihabı, stresi, yuxunu, qidalanmanı. Məhz bu faktorlar xərçəngin təkrarlanmasında ən vacib rol oynayır. İntegrativ onkologiya ilə biz immun sistemini gücləndiririk, iltihabı azaldırıq, bədənin daxili mühitini normallaşdırırıq. Stresi və yuxu pozuntularını düzəldirik, bədəni yenidən xərçəng üçün əlverişli olmayan vəziyyətə gətiririk. Çox qısa desək, bədəndə xərçəng üçün uyğun mühit yaranmamalıdır və olmamalıdır. Bunun üçün integrativ onkologiyada orqanizmi dəstəkləyən əlavə, elmi əsaslı müdaxilələr də var. İmmun sistemini aktivləşdirmək və bədənin müdafiə gücünü artırmaq üçün öskəotu terapiyası, iltihabı aradan qaldırmaq və immuniteti dəstəkləmək, eləcə də müalicələrin yan təsirini yüngülləşdirmək üçün yüksək dozalı vitamin C terapiyası, iltihab əleyhinə və xərçəngə qarşı qoruyucu qidalarla fərdi qidalanma proqramları, hüceyrə səviyyəsində bərpa prosesini stimullaşdırmaq üçün detoks və mitoxondrial dəstək, zehin və ruhu sağlam saxlamaq üçün psixoloji dəstək və s. Onu da qeyd edim ki, integrativ onkologiya alternativ müalicə deyil, tamamlayıcı yanaşmadır. Klassik müalicəni əvəz etmir, onu dəstəkləyir və yalnız həkim nəzarəti altında elmi əsaslarla tətbiq olunmalıdır. Unutmayın, xərçəngdən sonra həyat dayanmaz. Həyata sevgi ilə bağlanmaq, vərdişlərimizi sağlam istiqamətə yönəltmək bəzən ən güclü dərmandır. Bədənimizə doğru şərait yaratdıqca o da bizi qorumağa başlayır. Sağlamlıq çox vaxt hər gün atdığımız kiçik addımlarla başlayır. Bu addımlar artdıqca təkrarlanma qorxusu azalır, güvən və həyat keyfiyyəti artır. Və ən önəmlisi, bu yolda siz tək deyilsiniz. İntegrativ onkoloq olaraq mən və Bioloji Təbabət İntegrativ Tibb Mərkəzinin komandası ehtiyac duyduğunuz hər mərhələdə bədəninizin gücünü yenidən aktivləşdirmək üçün yanınızda ola bilərik. Doğru yanaşma ilə yeni, daha güclü bir həyat mümkündür.